Hoş gəlirsiniz benim əziz qonaqlarım. Hamınız hoş gəlirsiniz. Səni canı könüldən təbrik edirəm. Sənə yeni nailiyyətlər arzulayıram. Allah bundan da yaxşı günlər qismət eləsin. Sən hər bir gözəlliyə layiqsən Aybıqa. Və burada borçalılar olduğuna görə istəyərdim ki, bir borçalım şeirini deyim. Əsli türkdür canı, qanı. Dünya boyda şöhrət şanı. Ay ulduzdan var nişanı. Yerim göyüma borçalı. 7 ülke 7 cahan. Türkiye'de canlarda can. Bir yanı can Azerbaycan. Göyçe gölüma borçalı. Yunus Emre Hakkın sesi. Ələsgərin söz həvəsi. Aşıq şenliğin nəfəsi. Sazda telima borçalı. Fəxr etdiyim soyum, köküm. Bozkurtlardan gelen hükmüm. Turanine giden körpüm. Ata öyüma borçalı. Saadetin öz kızına. Elde gelen söz kızına. Həqiqətə düz kızına. May dərdin alayım, ağrın alayım. Başına dönüm, borçalım, borçalım. Her birinizin akşamınız xeyir olsun. Saadet Quta bizi ədəbiyyata, Azərbaycan dilinə, elmə həvəsləndirən bir xanım olubdur. 78-80-ci illərdə balaca uşaqlar edib 5-ci, 6-cı sinifdə oxuyurdu. Eşidirdik ki, Qızıl Kilsədə cavan bir qız peyda olur, şeir yazır. Hələ yazmağı qalsın bir tərəfə, o şiiri qəzetdə də çox edilir. Və o gündən bizim kənddə şeirə, sənətə, ədəbiyyata həvəs günü-gündən artdı. Və mən deyərdim ki, bugünkü günü baş keçiddə yaradan, yazan söz həvəskarlarının böyük əksəriyyəti, lap böyük əksəriyyəti Saadet Quta məktəbini keçirdi. Saadet Quta xanımın şəxsən görməsə də onun əlindən su çəkib və yazmağa başlayıbdır. Saadet xanım, sizi 75 illiyiniz münasibətindən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, gözəl günlər. Allah'tan arzu edirəm ki, bütün qəm, kədər, bugünkü günə qədər olanlar keçmişdə qalsın. İndən belə elə bir həyat sürəsiniz ki, Allah verdiği həyatı siz doğrudan da doğulmağınıza şükür edəsiniz. Sağ olun, var olun, həvəsdən düşmeyin, yazın, yaradın. Her yazanda bilin ki, sizin o yazının arkasında oxucunuz var. Minnətdaram sizə. Çok sağ olun, var olun. Sağ olun. Ben de...